bağışlayan və mehriban Allahın adı ilə. İnsanlarda eyib axtarmağa adət edən və başqaları haqqında pis danışan hər bir kəsin vay halma. O kəs ki, mal yığıb onu dönə-dönə sayar və bu mal dövləti necə əldə edib, necə xərcləmək barədə Allahın əmrinə heç bir əhəmiyyət verməz və elə zənn edər ki, mal dövlət onu əbədi yaşadacaqdır və ölüm yaxud bədbəxt hadisələr onu haqlamayacaqdır. Xeyr, belə deyildi. Şübhəsiz o, hutəməyə, əli əzən oda atılacaqdır. Və sən nə bilirsən ki, hutəmə nədir? O, Allahın yanar odudur. Elə bir od ki, əli küfür, şirk və nifaq mərkəzi olan ürəklərə nüfuz edər və zahirdən əlavə batini də yandırıb yaxar. Həqiqətən, o odun qapısı, əli ondan xilas yolu onların üzünə qapanar və çıxış yolları olmaz. Onlar hündür sütunlara bağlanarlar və cəzalanarlar.